Salam yoldaşlar, biz bu günlər sizdən hiperonim və hiponim terminlərini izahına baxacağıq. Nim biz əvvəlki dərslərin terminlərdən də bildiyimiz kimi ad demək, məsələn amonimlərdə, sinonimlərdə, antonimlərdə bildiyimiz kimi. Hiper isə üstün, yekə, böyük demək. Deməli, burada üstün olan hiperonimdir. Hiponim onun içində olur. Məsələn, belə bir nümunə deyə bilərik, nəqliyyat vasitəsi. Nəqliyyat vasitəsi ümumidir, üstündür. Onun içində olanlar təyyarə, avtomobil, velosiped və s. isə onun hiponimlərdir. Və ya meyvə ümumidir, hiperonimdir. Onun içində olan alma, armud, heyvanlar, banan, bunlarca onun hiponimləridir. Və ya heyvan ümumidir, üstün olandır, bu hiperonimdir. Onun içində olanlar məsələn dəvə, at, it, eşşək, bunlarca onun hiponimləridir. Sizə belə bir sual düşə bilər ki, hansı söz həm hiponim, həm də hiperonim ola bilir? Bax, heyvan hiperonimdir, it burada hiponimdir. Amma itlə ovçarka, buldoq, nə bilim, filanlarda isə, məsələn, qanqal, bunlarda isə it hiperonimdir, üstündür. Onun içində olanlar ovçarka, buldoq, qanqal isə, bunlar onun hiponimləridir, içində olanlardır.